Çox ucuz qiymətə yeni Yasamalda 3 otaqlı 100 kvadratlıq mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın yeni inşa olunmuş 21 mərtəbəli binanın 16-cı mərtəbəsində ümumi sahəsi 100 kvadrat olan 3 otaqlı, tam təmirli, qazı, suyu, işığı daimi olan bir binada yerləşir. Mənzil bütün əşyaları ilə birlikdə satılır. Evin isitmə sistemi kombidir. 3 ədəd lifti var, işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın 21 mərtəbəli yeni inşa olunmuş binanın 16-cı mərtəbəsində ümumi sahəsi 100 kvadrat olan 3 otaqlı, tam təmirli və bununla bərabər tam əşyalı olaraq mənzil satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir. Mənzilin isitmə sistemi kombidir. Binada 3 ədəd lift fəaliyyət göstərir, 3-ü də işlək vəziyyətdədir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti əvvəldə də bildirdiyim kimi çox ucuz qiymətə satışa çıxarılıbdır. 166 min manatdır. Sənəd müqavilədir. Çox yaxın vaxtlarda kupça verilməsi də gözlənilir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.